Günaydın dostlar. Türkiye Hərbi Hava Qüvvələri IŞİDin istikamlarını bombalayan Rusiyanın Su-24 qırıcı təyyarəsini tapşırıqdan qayıdan zaman Suriya hava məkanında vurmuşdur. Rusiya prezidenti Vladimir Putin Rusiya təyyarəsinin Türkiyə-Suriya sərhədində vurulmasını teröristlərin ortaqlarının arxadan vurduğu zərbə kimi adlandırıb. O bu sözləri Rusiya 24 kanalında canlı yayım zamanı deyib. Türkiyə çərşənbə axşamı günü hərbi təyyarənin Suriya ilə sərhəddə Rusiyaya məxsus hərbi təyyarəni vurduğunu deyib. Rusiya isə təyyarənin yerdən vurulduğunu bildirib. Rusiya Müdafiə Naziri bildirib ki, təyyarə Türkiyənin hava məkanını pozmayıb. Cənab Putin bildirib, biz hər şeyi təfəvvüratı ilə təhlil edəcək və bu günün faciəvi hadisəsinin ağır nəticələri olacaq. O cümlədən Rusiya və Türkiyə münasibətləri üçün. Bundan əvvəl Türkiyə rəsmisi Reuters agentliyinə dezinformatik yalan məlumatla belə bildirib. Türkiyənin F-16 təyyarəsi Türkiyə hava məkanını pozmuş təyyarəni vurub. İnterfaks xəbər agentliyi Rusiyanın Müdafiə Nazirliyinə istinadən bildirib ki, Su-24 təyyarəsi Rusiyanın şimalında qəzaya uğrayıb və bu zaman 2 pilot paraşütlə yerə tullanıb. Suriya ordusunun Lakaziya şəhərində irəliləyişi Qərb və Türkiyə mediası tərəfindən saxta fotoşəkillərlə təhrif edilir. Dəyərlər.org yaxın şərq kivlərinə istinadən verdiyi xəbərə görə Suriya ordusu qüvvələrinin Türkmən dağında Əl-Qaidə və törəmələrinə qarşı həyata keçirdiyi uğurlu əməliyyatları bir sıra media türkmənlərə qarşı bir qətliam törədilir kimi təqdim olunur. Türkiyə mediasının Türkmən qətliamı kimi təqdim etdiyi fotoşəkillərin hamısının fərqli ölkələrdən məkan və tarixlərdə aid olduğu aşkarlanıb. Lakasiyada Türkmən soyqırımı dedikləri görüntülər 2013-cü ildə Misirdə çəkilib. Daha iki şəhər IŞİDdən geri alındı. Suriya Təhlükəsizlik Qüvvələri ölkənin qərbindəki əraziləri IŞİDdən geri alır. Xarici kivlərdən aldığımız məlumatlara görə Bəşər Əsəd qüvvələri Rusiya ordusunun dəstəyi ilə Mahin və Hevvarin şəhərlərini ələ keçirdi. Bununla da IŞİD strateji əməliyyata malik olan şəhərləri qədim Palmari şəhərinə gedən yolu nəzarətə götürüb. Azərbaycanlı qadın Türkiyədə terrorçuluqda ittiham olundu. Başişkelidə yaşamağa başlayan 29 yaşlı Sevinç burada ailə qurub və 2 övladı olub. Türkiyə vətəndaşlığına keçən və Qocaeli vilayətinin Başişkeli rayonunda yaşayan Azərbaycan əsilli Sevinç İsmailova bu ölkənin vətəndaşlığından çıxarılıb. Yerli mətbuata istinad edilən məlumatlara görə 8 il əvvəl Türkiyəyə gedən İsmailova bu ölkənin vətəndaşlığını qəbul edərək Sevinç Atakay adını götürüb. Başişkilədə yaşamağa başlayan 29 yaşlı Sevinç burada ailə qurub və 2 övladı olub. Hazırda həyat yoldaşı ilə boşanma mərhələsində olan Sevinç qohumları ilə də problem yaşadı. Bu arada bəzi ailə üzvləri ilə arasında ciddi problemlər yaşanıb. Onun haqqında təhqir maddəsi ilə cinayət işi açılıb. Qohumlarının bu şikayəti əsasında o 6 ay 7 gün həbs cəzası alıb. Bu qərarla birlikdə Türkiyə vətəndaşlığı haqqını da itirib. Bir neçə gün öncə vətəndaşlığı itirməsi barəsində sənəd ona göndərilib. Sevinç Atakay məhkəmə tərəfindən göndərilən çıxarışa terrorçuluğa ittiham edildiyini deyib. Mənə yenidən 2 il daha burada qalmaq üçün izin verildi. Türkiyə Cümhuriyyətinin vətəndaşı kimi seçkidə səs də verdim. Daha əvvəl ittiham olunmamışam, amma indi vətəndaşlıqdan çıxarıldığım bildirilib. Böyüdüləcək əhəmiyyətli bir cinayətim yoxdur. Bibimlə aramız dəymişdi. Ankarada əleyhimə iddia qaldırıb. Bütün məsələ də budur. Mən Türkiyə vətəndaşlığında qalmaq istəyirəm. Apellyasiya şikayəti verməyə hazırlaşan Sevinç Atakay lazım gəlsə Azərbaycana qayıtmağım üçün Avropa İnsan Haqları Məhkəməsinə də müraciət edəcəyini deyib.
milyonçunun, dilənçi övladların dəhşətli sərgüzəştləri adamın ürəyini ağrıdır. Lənkəranda inzibati binada yanğın olub. Lənkəran şəhərində ümumi sahəsi 180 kvadrat metr olan bir mərtəbəli 7 otaqlı inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 7 kvadrat metr sahada 2 otaqdan yanar konstruksiyaları və içərisindəki əşyalar 18 kvadrat metr sahada yanıb. Bizə çatan məlumata görə binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürənlər tərəfindən söndürülüb. Və siz onu da yaxşı bilirsiniz ki, Azərbaycan adlı bir məmləkətdə yanğın söndürənlər necə işləyir? Maşallah, maşallah, göz dəyməz.
Belə, hamı vətəndən danışır. Kirmə kətandan danışır. Olmuş ötəndən danışır. Aləmi kim qatdı belə? Dünya bizə matdı belə. Ay bu hara, ay bu həşir, küçədə hər yanda gəzir. Kimi kəsir, kimi əzir. Ah bu necə zatdır belə? Aləmi kim qatdı belə? Avropadan Mirzə yazır. Lap elə bil gürzə yazır. Gündə min ərizə yazır. Xalq dediyim batdı belə, aləmi kim qatdı belə? Türkiyəni, kim İranı? Rusiyanı, kim Turanı? Kim bu oyunu quranı, hey deyir aldatdı belə, aləmi kim qatdı belə? Əqidəmizi satmışıq, özgə məqama çatmışıq. Fil qulağında yatmışıq, kim bizi alçatdı belə, aləmi kim qatdı belə? Cürətimiz yox döyüşə, gücümüz çatır söyüşə, gah didişə, gah öyüşə. Nütvəmiz bədzatdır belə, aləmi kim qatdı belə? Şirə dönüb çaqqalımız, xirtdəyəcən naqqalımız, getdi yaman saqqalımız, hər şey mənə çatdı belə, aləmi kim qatdı belə? Saklayacak belki sen seslenmeni, beni kim saklayacak belki sen seslenmeni. Yaralar gübredir tezeden ürek. Niye gönül verdin ona sen ürek? Sevmirdi o seni sevmirdi o seni, niye severdin? Sen sevmeyeni
Eşkine ben kurban, eşkine ben kurban, yedim ayran. Eşkine ben kurban, yedim ayran. Dedim neçə dəfə, dedim ayran. Sevməli yarsan, ya sevirsən. Sən sevməyəni niyə sevirsən? Sözümə sözüme bakmadın indi yandırar. Ya ey benim kimi peşimandırar. Sevmedi o seni, sevmedi yar seni. Niye sevirdin? Sen sevmeyeni, sen sevmeyeni niye sevirdin? Hayır, ay, eşke vurdun sasına, kucağına gelsene gel, dönerem gençleşerem. Peki sen seslen, eşke vurdun sasına, kucağına gelsene gel, dönerem gençleşerem. Peki sen seslen, sen eşkim emelim. Gelse bir günden sen eşkim emelim, gelse bir günden ya. Vermərəm can ay gülüm, tək sən səsləmən. Vermərəm can sevgilim, tək sən səsləmən. Ölmərəm bil əzizim, tək sən səsləmən. Ölmərəm bil sevgilim, tek sen seslemen ya yara 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 aman. Salam, hörmətli tamaşaçılar.
efirdə əks sədadır. Bəs İlham Əliyev deyirdi, hər şeydən xəbəri var. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrindən sərt suallar. Həmin o cinayətkar generallar bütün o cinayətləri tək başına etməyiblər ki. Hara baxırdı prezident aparatı? Dövlət başçısı niyə bunlardan məlumatsız olub? Necə olub ki, nazirliklərin tərkibində mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərib? Həmin o cinayətkar generallar bütün o cinayətləri tək başına etməyiblər ki. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verənlərə münasibət bildirib. Əməkdaşımızla söhbətində o, Azərbaycan ictimaiyyətində yaranan suallara hakimiyyətin cavab verməli olduğunu deyib. Nəyə görə dövlət orqanları işləməyib? Əlbəttə, son günlərdə Milli Təhlükəsizlik Nazirliyindəki həbslər, ifşalar, hətta digər nazirliklərdə bununla bağlı həyata keçirilən həbslər gündəmin əsas məsələsinə çevrilib. Azərbaycan ictimaiyyətinə həbs olunan generalların, işdən çıxarılan nazirliklərin varidatı haqqında məlumatlar verilir. Azərbaycan ictimaiyyətində çoxlu suallar yaranır. Nə baş verib? Necə olub ki, nazirliklərin tərkibində mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərib? Necə olub ki, xüsusi bir qabiliyyət sahibi, həmin sahə üzrə peşəkarlığı olmayan adamlar 5-7 il ərzində general rütbəsini alıblar? Bu qədər cəzasız olublar. İri miqyaslı korrupsiya ilə məşğul olublar. Evlərdən 100 milyonlarla dollar tapılır. Kiloqramlarla brilyant tapılır. Necə olur? Necə olur ki, Milli Təhlükəsizlik Nazirliyinin hansısa bir generalının bankı olur? Deməli, bütövlüklə bu sahə uzun müddət qanunçuluğun və dövlət nəzarətindən çıxıbdır. Bəs necə olub bunlar baş verib? Axı ölkənin dövlət başçısı var, prezident aparatı var, müvafiq dövlət orqanları var. Yaxşı, başa düşdük ki, Milli Təhlükəsizlik Nazirliyində yaxud Rabitə Nazirliyində mütəşəkkil dəstə formalaşıb. Bəs niyə dövlət başqa qurumları bundan xəbər tutmayıb? 10 il ərzində bu adamlar insanlara zülm ediblər. Reketlik yolu ilə yüzlərlə, minlərlə insanın sərvətini əlindən alıblar. Onları şərləyiblər. Bəzilərini öldürüblər, işgəncə veriblər. Nəyə görə dövlət orqanları işləməyib? Nəyə görə? Hara baxırdı prezident aparatının o dövlət, o hüquq şöbəsi? Nə zaman ləğv olunub prokurorluğun o səlahiyyəti ki, Milli Təhlükəsizlik orqanlarında qanunçuluğa nəzarət etsin? Axı, bu prokurorluğun birbaşa vəzifəsidir. Dövlət başçısı niyə bunlardan məlumatsız olub? Niyə? Axı, bir müddət əvvəl İlham Əliyev deyirdi ki, Azərbaycan balaca ölkədir, burada hamı-hamını tanıyır və hər şeydən hamının xəbəri var. Niyə bəs özü təhlükəsizlik orqanlarında belə bir mafiyanın kökə atmasından xəbərsiz olub? Niyə? Belə bir mafiyadan axı ölkənin xəbəri var idi. Var idi. Təkcə Azadlıq qəzetində bu mövzuda yazılmış yazıları oxumaq, onlara reaksiya vermək kifayət idi ki, 11 il ərzində bu cinayətkarlar ölkədə meydan sulamışlar. Minlərlə insanı bədbəxt eləmişlər. Dövlət orqanlarından bu insanları küstürməsinlər. Niyə görə bu boyda səhlənkarlığa yol verilib? Niyə? İkinci mühüm suallar bloku yaranır ki, indi həmin o ifşa olunan nazirliklərdə ortaya çıxmış qanunsuzluqlar yalnız o nazirliklərə aid imiş. İndi məlum olur ki,
təkcə bir Milli Təhlükəsizlik Nazirliyində nazirin 80 nəfər qohumu çalışırmış. Mən soruşuram, digər nazirlikdə elə deyil. Kim bilmir ki, bütün nazirliklər bu qaydada formalaşmayıb. Tam məsuliyyətlə deyirəm ki, hətta 80 nəfər bir nazirin həmin nazirlikdə işləyən qohumları üçün çox böyük rəqəm deyil, sayılmaz. Deməli, Eldar Mahmudov heç də bu sırada ən öndə gedəni deyil. Yüzlərlə qohumunu öz tabeliyindəki nazirliklərdə işə düzəldilmiş nazirlər çoxdur. Var. Devlətin bunlardan xəbəri yoxdur. Yoxdur, inanmıram. Deməli, nazir vurulur, ya siyasi səbatsızlıq göstərir, ya məşhur terminlə desək, maliyyə xəyanəti edir və ondan sonra yada düşür ki, bunun onlarla villası varmış. Yada düşür ki, bunun nəzarətində bank varmış. Yada düşür ki, bu 100 milyonlarla devlət vəsaitini korrupsiya vəsaiti ilə mənimsəyibmiş. Hansı nazirlikdir ki, orada korrupsiya yoxdur? Hə? İndi mən soruşuram, hansı nazirlikdir? Digər nazirliklərdə belə deyil vəziyyət. Hansı nazirlikdir ki, orada korrupsiya yoxdur? Deyil. Hansı nazirlikdir ki, orada qohumbazlıq, klan formalaşmayıb? Bütün nazirliklərdə nəinki nazirlər, onların tabeliyində olan digər vəzifəli şəxslər məgər öz klanlarını yaratmayıblar. Ölkədəki bütün sahibkarlıq subyektləri məhz belə xırda klanların nəzarətində deyilmi? Biz mütləq hansı nazirin, hansı sərvətinin olduğunu bilməkdən ötəri onun vurulmağını mı gözləməliyik? Onun içdən çıxarılıb həbs olunmasını mı gözləməliyik? Azərbaycan cəmiyyətinin hüququ yoxdurmu ki, qanuna uyğun olaraq bütün bu nazirliklər, bütün vəzifəli şəxslər qanuna uyğun olaraq özlərinin gəlir bəyannaməsini elan etsinlər? Hansı sərvətə sahib olduqlarını, onu necə əldə etdiklərini cəmiyyət qarşısında elan etsinlər? Bu sualların hamısı belə bir nəticəyə gətirib çıxarır ki, hazırda ölkədə həyata keçirilən həbslər, işdən çıxarılmalar qətiyyən hansısa bir islahatın nəticəsi deyil, islahatın anonsu deyil. Devlət hakimiyyətinin idarə olunmasında əhəmiyyətli bir dəyişiklikdən xəbər vermir. Çünki eyni hadisə, eyni cinayət başqa nazirliklərdə bugün də törədilir. Bəli, törədilir, amma onun üstü örtülür. İndi bizə məlumat verilir ki, Rabitə Nazirliyində böyük mənimsəmələr var. O sırada büdcə vəsaitlərini özəlləşdirməklə bağlı böyük mənimsələr olubdu. Rabitə Nazirliyi əslində heç də bu sahədə ən öndə olan nazirlik deyildi. Korrupsiya axtarırsınız. Korrupsiya Dövlət Əmlak Komitəsində, Dövlət Gömrük Komitəsində, Maliyyə Nazirliyində, hansı nazirliyi qaldırırsanız, arxasından 100 milyonlarla korrupsiya çıxacaq. Niyə onları axtarmırsınız? Niyə? Əgər siz doğrudan da qayda yaratmaq istəyirsiniz, bu ölkədə Milli Təhlükəsizlik Nazirliyində həmin o cinayətkar generallar bütün o cinayətləri tək başına etməyiblər ki. Belə deyil. Bəs onların təqdimatı ilə insanları qanunsuz olaraq həbs etmək haqqında sanksiya verən prokurorlar niyə məsuliyyət daşımırlar? Niyə? Niyə həmin uydurma cinayət işləri üzrə hakimlər qərar çıxarıblar, hökm çıxarıblar, ancaq onların birinə də güldən ağır söz deyilmir? Niyə görə? Çünki onlar hələ ali rəhbərliyin qarşısında etimadını itirməyiblər. Onsuz da bu adamlar məsuliyyət daşıyacaqlar, mütləq daşıyacaqlar. Deməli, onların hər birinin məsuliyyət daşıması üçün biz gözləməliyik ki, onlar nə vaxt, nə zaman devlət hakimiyyətinin nəzərində düşəcəklər. Qanunçuluq belə olmur, cəmaat. Ona görə də biz hesab edirik ki, başlanan proses müəyyən mənada
müsbətdir. Necə deyərlər, oğru cinayətkar quldur, nə qədər tez məsuliyyət daşısa, o qədər yaxşıdır. Onsuz da bu adamlar məsuliyyətdən kənar qala bilməyəcəklər. Amma onun daha tez olması, öz əlləri ilə olması yaxşı haldır. Amma yarı yolda dayanmaq lazım deyil, davam etmək lazımdır. Azərbaycan ictimaiyyəti, Azərbaycan müxalifəti bunu dövlətdən tələb edir. Bu cinayətlərin indi başqa nazirliklərdə yaxud həmin nazirliklərdə başqa familiyalar altında davam etməsini biz istəmirik. Biz tələb edirik ki, bütövlüklə dövlət aparatını əhatə etmiş korrupsiya, qohumbazlıq, klan hakimiyyəti təmizlənsin. Dövlət orqanlarının reket kimi sahibkarlardan sərvət almasının, onlardan haqq tələb etməsinin qarşısı alınsın. Bu baxımdan hesab edirəm ki, Azərbaycan cəmiyyəti indi aktiv olmalıdır. İctimai rəy öz tələblərini ortaya qoymalıdır. Biz indi bu baş verənlərin davamını ardıcıl olaraq tələb etməliyik. Fakt budur. Müharibə əlili, cana doymuşam. Uzun illərdir ki, az yaşlı evlatlarımla qeyri yaşayış sahəsinə sığınmışdım. Aylıq kirayə haqqını ödəyə bilmədim. Yayın əvvəli qaldığımız yerdən çıxarıldıq. Bir mağazanın zirzəmisinə sığınmışdıq. Çətin günlər yaşayırdıq. Çörək tapanda yeyirdik, tapmayanda. Qarabağ əlili Nizami Fərəcov mətbuata müraciət edib. O, ailəsinin düşdüyü çətin qurumdan danışmışdır. Deyir, imkansızlıqdan evlatlarımı qida ilə təmin edə bilmirəm. Məktəbə göndərə bilmir. Az saylı qızı Mədinə şəraitsizlikdən revmatizmi xəstəliyini tapıb, müalicəsinə pul yoxdur. Laçın uğrunda döyüşlərdə əlil olmuşam, özüm də həyat yoldaşım da köçkünük. 2 evladım var. Biri gözdən əlildir, o biri də revmatizm xəstəliyinə tutulub. Özüm müharibədə 2-ci qrup əlil olmuşam. Bu yaxınlarda keçirdiyim qəza nəticəsində sağlamlığımın qalan hissəsini itirdiyimdə 1-ci qrup əlilə çevrilmişəm. Əmək qabiliyyətim yoxdur. Yoldaşım və 2 xəstə evlatlarımdan başqa heç nəyim, heç kimim yoxdur. Ev eşiksizlik. Çörək tapanda yeyirik, tapmayanda ac, susuz yıxılıb yatırıq. Hara qədər bu şəkildə sürünəcəyik, bilmirik. Mən evlatlarımın nəinki gələcəyini qura, heç onların dərmanlarını belə ala bilmirəm. 15 ildir ev növbəsindəyəm. Şikayətçi deyir ki, 15 ildir ki, ev növbəsindədir. Əlillər və şəhid ailələri üçün tikilən mənzillərin bölgüsü bir əlil kimi onu qane etmir. 15 ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Nərimanov rayon icra hakimiyyəti ailə vəziyyətini, sağlamlıq qurumunu və yaşayış şəraitini nəzərə alınır. Respublika Tibbi Sosial Ekspert Komissiyası onu get-gedə salır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən qaynar xəttə bildiriblər ki, müharibə əlilləri və şəhid ailələri üçün tikilən binalardakı mənzillər növbəti qaydada paylanır. Bununla belə Nazirlikdən Nizami Fərəcovun müraciət etməsini məsləhət gördülər və problemin araşdıracağı bildirilir. Ümid edək, gözləyək.
attım ay kız ateşe. Beni attım ay kız ateşe. Beslemektir eşkini ilan peşe. Atacaqdır beni sevdiğin söyle besleşim. Doldur eşki şerbet kimi verişim. Söyle söyle böyle oldu ya. Atacaqdır beni sevdiğin söyle besleşim. Doldur eşki şerbet kimi verişim. Söyle böyle oldu ya. Gözü yolda kaldım ay güzel. Gözü yolda kaldım ay güzel. Payız oldu yarpaklar oldu hazel. Yollarına baka kaldı gözlerim. Sana vardır yüreğimde sözlerim. Söyle sana ne oldu ya. Yollarına baka kaldı gözlerim. Sana vardır yüreğimde sözlerim. Söyle sana bile oldu ya. Söyle sana bile oldu ya. Çalırım ya aralardan bağırsan beni incitme. Yalvarırım yar beni atma terk etme. Çalırım ya aralardan bağırsan beni incitme. Yalvarırım yar beni atma terk etme. Yollarına baka kaldı gözlerim. Sana vardır yüreğimde sözlerim. Söyle sana bile oldu ya. Yollarına baka kaldı gözlerim. Sana vardır yüreğimde sözlerim. Söyle sana bile oldu ya. Söyle sana bile oldu ya. Söyle sana bile oldu ya. Salam əziz izləyicilər. Talışda Milli Televiziyasının Türk dilindəki proqramında biz
Dünya Həyat Zaman rubrikasında Ustad Yaqub Çəkəryanla növbəti sizinlə söhbətimizə başlayırıq. Aydın məsələdir ki, son zamanlar dünyada baş verən, ələlxüsus bizim regionda baş verən hadisələr bizim sizə öncə əvvəlki proqramda elan etdiyimiz anonslar, yəni biz Lənkəran, Azərbaycan torpağında türklərin törətdikləri vəhşiliklərdən söhbət açmağa söz vermişdik. İş belə gətirdi ki, bugünkü söhbətimiz yenə türklərdən nətər deyirlər olacaq, amma ki, bugün tam başqa bir hadisə, yəni bildiyiniz kimi Türkiyə Hava Qüvvələri tərəfindən Rusiyanın qırıcı təyyarələri, hansı ki onlar Suriyada yalançı Şam İslam Dövlətinin bu məhv edilməsi yolunda apardıqları dünyanı, insanları xilas etmə yolunda apardıqları mübarizədə, yəni bu bombardmanlarda Rusiyanın Su-29 təyyarəsi növbəti düşmənlərin, yəni bu xətərkarların nöqtələrini, hədəflərini bombaladıqdan sonra qayıdan zaman Türkiyə Hava Qüvvələri tərəfindən vurulmuşdur. İndi bu ona görə bugün də biz siyasi icmalçı Ustad Yaqub Çəkəryanla bu barədə müraciət edəcəyik. Onun fikrini öyrənəcəyik. Görək siyasi icmalçı Ustad Çəkəryan bu barədə nə düşünür və onun fikri bu barədə nədir? Cənab Ustad, bildiyiniz kimi bu hadisələr indi bütün dünyaya məlumdur. Bütün kütləvi informasiya vasitələri bu barədə yazır. İndi biz də Talışstan Milli Televiziyası olaraq gərək hökmən bu barədə öz fikrimizi bildirək. Buna görə də sizdən çox rica edərdim ki, siz bu barədə nə düşünürsünüz və nə bilirsiniz, bu barədə öz fikrinizi deyirsiniz. Sonra söhbət əsnasında yaranan sualları inşallah sizə ünvanlayacaq. Bizim tamaşaçılara da qoy bilsin ki, yəni bizim fikrimiz, bizim məqsədimiz, məramımız nədir bu işdə? Tabii Rus uçağının düşürülmesi hadisesi çok ciddi bir hadise. Aksi takdirde tüm dünya bu hadiseyi konuşmazdı, hala konuşuyor. Bu mesele müzakere ediliyor. Washington'da, Paris'te, Berlin'de, Ankara'da ve Moskova'da, İran'da her yerde müzakere de ediliyor. Sadece konuşmakla kalmıyor. Aslında ben de bunu duyunca pek şaşırmıştım. Çünkü bundan bir hafta kadar önce biliyorsunuz Mali'de bir terör eylemi olmuştu. Ondan bir hafta önce de Paris'te bir terör eylemi olmuştu. Sonra bir hafta önce daha Viyana'da büyük devletler Suriye meselesini müzakere etmek için görüşmüşler. Bu görüşmenin ardından, bu yapılan resmi toplantının ardından Rusya Devlet Başkanı Vladimir Putin biz dostlarımızı satmayız diye bir ilanda, beyanda bulunmuştu. Bu beyanın üzerinden bir hafta geçmişti ki işte dün sabah Türkiye saatiyle 9 civarında Su-24 Rus bombardıman uçağı Suriye sınırı yakınlarında vuruldu. Türkiye Savunma Bakanlığı, Türkler Ministerstva Obrany Savunma Bakanlığı diyorlar, Müdafaa Nazırlığı, önce bir açıklama yaptı. Kimliği belirsiz, yani kime ait olduğu belirsiz bir uçak vurulmuştur. Türk F-16'lar tarafından. Sonra ardından Rus Savunma Bakanlığı bir açık bir beyanda bulundu. Rus uçağını bu uçağın Rus uçağı olduğunu teyit etti ve uçağın karadan atılan füzeyle vurulduğunu
ilan etti. Sonra da Putin'in açıklaması üzerine yaptığı açıklamayı düzeltti. Türk uçakları tarafından vurulduğunu söyledi Rusya Savunma Bakanlığı, Müdafaa Nazırlığı. Tabii olay çok tuhaf. Çünkü Rus uçaklarının hedefi olan IŞİD ve diğer terör örgütleri Suriye'de geriliyor. Beşar Esad'a bağlı güçler de bunlardan boşalan mıntıkaları işgal edip Suriye'nin bütünlüğünü tesis etmeye çalışıyordu. Bunun için bu aslında Rusya'ya vurulmuş bir darbe değil, daha çok Suriye'nin bütünlüğüne vurulmuş bir darbedir. Tabii Rus uçağının vurulmasından sonra Türkiye ile Rusya arasındaki ilişkiler de bir anda bozuldu. Putin'in beyanını biliyorsunuz, çok sert bir beyan yaptı. Ardından Savunma Bakanlığı yine bir beyanda bulundu. Aynı buna benzer bir beyanda bulundu. Putin'in beyanı üzerine Türkiye'de bir endişedir ki iktidarı aldı. Davutoğlu dün çok endişeliydi. Gerçi bizim hava sahamızı muhafaza ettik, bu bizim hakkımızdır diye bir beyanda o yapmıştı ama yaparken çok endişeliydi. Ardından Erdoğan Cumhurbaşkanlığı sarayında yine bir açıklama yaptı. Rus uçağının düşürüldüğünü söyledi muallimlerle buluşma sırasında. Bunlar alkışlarken Cumhurbaşkanı Erdoğan, sevgili kardeşlerim, bu alkışlanacak bir hadise değildir. Bu hadise bizi haddinden fazla endişelendirmektedir diye bu alkışları kesti ve sükut istedi ve o salonda da sükut sağlandı. Yani Türkiye bir hayli endişeli. Ayrıca gazeteciler, ulusal kanalı ben dün izledim. 4 gazeteci misafir davet edilmişti. Gazetecilerden biri örneğin bu uçağın Türk Hava Kuvvetleri tarafından değil de yerden atılan füzeyle vurulmuş olacağını söyledi. Bunun neticeleri Türkiye için çok ağır olacaktır dedi. Hatta Davutoğlu için de dedi ki beyanatta bulunurken, bu uçak hadisesiyle alakalı beyanatta bulunurken sanki dayak yemiş çocuğa benziyordu tespitini yaptı. Demek ki Türkiye bir hayli endişeli. Aydın mesela ustad demek her şey göz qabağındadır. Önce derler. İndi Allah Teala bize ağıl verib de biz ona göre değil ki hele biz bu çöreği ki yerik ölmeyek. İnsan hatta ağıl da bundan tutmalıdır. Yani ağıllı olmalıdır ki. Yani bu görmelidir bu dünyada. Aydın meselesi ki Rusya'nın Suriye'deki elədikləri bütün dünya üçün xeyirli bir işdir. Ələlxüsus elə deyək ki, müsəlman aləmi üçün xeyirli işdir. Yəni Suriya orada bu IŞİD adlı bu xətakarlar ki var, bu cinayətkarlar ki var, insanları qətliam edir, hər cürə pisliklər törədirlər və Suriyanı bərbad hala qoyublar. Rusiya bir xilaskar kimi bu torpaqda özünüz bilirsiniz ki, bunların hədəflərini bombalayır. Belə bir halda Türkiyənin Rusiyanın, yəni axı bunlar belə qərara gəlmişlər ki, yəni danışıqlarda ki, Rusiyanın yəni uçan uçaqlarını deyirsiniz siz. Evet. Heç bir yəni başqa həmsərhəd dövlətlərdə o cümlədən Türkiyədə atəş açılmayacaq. Biz bildik ki, bu belə olan hadisədə, yəni gözümüzlə gördük ki, bu təyyarə, bu uçaq, bu qırıcı təyyarəsi Suriyanın torpağında vuruldu. Yəni hava məkanında vuruldu. Özdə bunu Türkiyə elədi.
İndi belə deyirlər biz. Biz bunu belə bilirik. Yəni bu əlbəttə Türkiyənin böyük səhvidir və bu birbaşa göstərdi ki, Türkiyə kimdir və onun əqidəsini göstərdi. Əlbəttə ki, siz özünüz gördünüz ki, Vladimir Putin'in yani o Yordana kralı Abdullah ile görüşünde onun bəyanatı çox belə əlbəttə insana təsir edici bir bəyanat idi. Bu bizə bunu Rusiyanın arxasınca vurduğu zərbə yəni adlandırdı. Yəni və deyir bu zərbəni vuranlar IŞİD'la, yəni bu cinayətkarlar da ortaqdılar. İşbirliği görürlər. Bu aydın məsələdir. İndi belə görünür ki, yəni bütün bu dünyada gedən bu vəhşiliklərə qarşı mübariz bir dövlət Rusiyadır və qalan elə götürək o başqa dövlətləri hansı ki Türkiyə onlarla əlbirdir. Bunlar IŞİD'lə əlbirdilər. Evet. Yəni bu nöqteyi nəzərdən əlbəttə burada İranı xüsusi qeyd etmək lazımdır ki, Rusiya ilə onlar eyni əqidədədirlər. Və sizcə indi bu işin, yəni Türkiyənin törətdiyi belə bir əlbəttə mənəviyyatdan, insanlıqdan uzaq olan belə bir işin sonu nə ola bilər və bu hadisələr hansı səmtə yönələ bilər? Bu hadiselerin içinde Türkiye'nin rolü büyük değil. Türkiye Amerika'nın nasıl söylesem piyonu. Washington'dan ne derlerse Türkler de onu yapıyorlar aslında. Neden uçağı düşürdü? Bu Rus uçağının düşürülmesi IŞİD'e karşı verilen mücadeleye darbe indirmektir. Türkiye bunu yaparak IŞİD'le yapılan mücadeleye bir darbe vurmuş oldu. Ezelden beri Türkiye bu IŞİD denilen canileri mali açıdan desteklemiştir, lojistik açıdan desteklemiştir. Yani yaralıları tedavi etmiştir, yer vermiştir bu canilere, eğitmiştir, silah vermiştir, tonlarca silah. Yani bu herkes tarafından biliniyor. Amerika Birleşik Devletleri de pekala biliyor. Türkiye bunu yaparken herhalde tek başına yapmadı. Washington'dan izin almış, ona göre yapmıştır. Burada asıl amaç Rusların Suriye'deki ilerleyişini durdurmak. Amerika kendisi bunu yapacak olursa Rusya ile karşı karşıya kalacak. Kendisi, Amerikalıların kendileri Rusya ile karşı karşıya kalmamak için Türkleri ileri sürdüler. İstifade edilirler demek bu. Evet, kullandılar. Türkleri ileri sürdüler. Türkler vasıtasıyla bu uçağı düşürdüler ki aksi takdirde karşı karşıya Rusya ile kalacak olursa Suriye meselesinde müzakere masasına Amerikalılar Ruslarla oturamaz. Eğer Putin otursa bile Rus halkı bunu kabul etmez. Yani eğer bunu Amerikalılar yaptı diye bir beyanatta bulunacak olursa Putin, Amerikalılarla Suriye meselesini müzakere etme hakkını kaybeder. Müzakereye oturduğu zaman bir hain olarak ortaya çıkmış olur. Bunu yapmamak için, kimseyi de incitmemek için, müzakere imkanlarını da muhafaza etmek için şimdilik sert açıklamalarla idare etmeye çalışıyor durumu. Mesela Putin'in sözcüsü, basın sözcüsü, mümessili diyelim, dedi ki biz mukabele edeceğiz ancak bu askeri olmayacak. Türkiye'ye karşı askeri mukabelede bulunmayacağız. Yani askeri karşılık vermeyeceğiz. Doğalgaz programı olduğu gibi devam edecek. Sadece Sergey Lavrov bugün Türkiye'ye gidecekti. Ziyaretini iptal etti. Başka bir mübadele şimdilik daha Türkiye'ye karşı yok. Yalnız Rus Savunma Bakanlığı, Müdafaa Nezareti umumi bir mübadele planı üzerinde çalıştıklarını söyledi. Yani daha çok erken, önce her şey bir açıklığa kavuşacak. Açıklığa kavuştuktan sonra gereken tedbirler alınacak. Sanırım
Bu da önümüzdeki bir iki gün zarfında belli olur. Nasıl bir karşılık verecekleri Rusların bu Türk şeyine, terbiyesizliğine diyelim. Bəli, aydın məsələdir ki, bu siyaset böyle bir şeydir ki, burada yani dövlət siyasetidir. Bu hökmən həmən dəqiqə necə deyərlər, cavab vermirlər. Yəni bunu araşdıracaqlar hər tərəfli. Sonra da biz Rusiyanın bir dövlət kimi, yəni bir hörmətli dövlət kimi, regionda süpergüc dövlət kimi, nə ki regionda, dünyada süpergüc dövlət kimi biz tanıyırıq Rusiyanı. Bu həqiqətən də belədir və onun necə lazımdır, müvafiq ki, olar ki, qanunlar qəbul edəcəklər Türkiyə barəsində. Biz buna inanırıq ki, Rusiya həmişə öz siyasətində fərqlənib dünyada və bu qəbul edilən qanunlar, tətbiq edilən yəni qanunlar, yəni regionda, yəni insanların, yəni dövlətlərin xeyrinə, həm də ki, Rusiya dövlətinin, həm də ümumiyyətlə həqiqətin, haqqın xeyrinə olacaq. Biz buna inanırıq və biz də yenə onu da demək istəyərdik. Əlbəttə Putin çox dünən hiddətli idi. O dedi ki, bu belə qalmayacaq. Yəni biz onu bilirik ki, Putini çox soyuqqanlı bir siyasətçidir. Yəni o hər sözü elə belə deyən deyil. Yəni ağzına gələn sözü deməz. Yəni o artıq hər bir sözü süzgəcdən keçirdən sonra deyir. Əgər bu belə bir sözü deyibsə və biz də bilirik ki, o öz sözünün yiyəsidir, ağasıdır və nəsə olacaq. Əlbəttə biz istərdik ki, dünyada hər şey sülhlə həll olunsun. Əfsuslar ki, bu belə deyil. Sizin fikrinizcə indi bu dünən, bugün də bir xəbər çıxdı ki, ya bir helikopteri də vurublar. Yalan doğru, hətta ki, əlbəttə ki, biz bunu indi mən internet saytlarında baxdım, hələ ki Rusiya Müdafiə Nazirliyi bunu təsdiq eləməyib. Yəni bu eləməyibsə biz bunu elan eləməyə haqqımız yoxdur. Gərək eləsin. Hər halda mən elə bilirəm ki, siz bir icmalçı kimi bu barədə bilirsiniz. Bu barədə yəni elə bir şey var, həqiqətdir yoxsa yox? Yəni bir helikopterin vurulmasını da təsdiqləyirlər, deyirlər. Amma ben hakikat olduğunu düşünüyorum. Reuters ajansı, ciddi bir ajans, haber ajansı. Onlar açıklamıştı. Helikopter vurulmuş ama iniş yapmayı başarmış. Bu helikopteri göndermişlerdi uçaktan, o vurulan Su-24 Rus uçağından atlayan pilotları kurtarmak için. Ama maalesef pilotları teröristler tutup katlediyorlar. Yani bu helikopter doğrudur, vuruldu. Yalnız helikopterdekiler ekipaj zarar görmemiş. Onlar iniş yapmışlar yere. Aydın məsələdir. Onlar salamatdılar. Ustad, indi bu siz bir icmalçı kimi, sizin fikriniz bizim üçün, həm də bizim tamaşaçılarımız üçün çox maraqlı olardı. Əlbəttə biz deyə bilərik nə olacaq. Hər halda maraqlıdır icmalınız. İndi nə olacaq biz görəcəyik. İndi bu regionda, yəni Rusiya-İran dostluğu ki var. Biz bildik ki Rusiya prezidenti İranda oldu, görüşmələr oldu və çox belə faydalı görüşlər oldu. Və bundan sonra dərhal da bu xoşa gəlməz hal oldu. Sizin fikrinizcə bu İranda keçirilən görüşlərin nə qədər xeyri ola bilər bu işlərə və hər halda bu bizə nə vəd edir gələcəkdə? Yani Putin'in İran ziyaretiyle Rusya-İran askeri alanda da işbirliğine geçtiler. Biliyorsunuz bu ziyaret sırasında Rusya'nın İran'a S-300 roketleri vereceği açıklanmıştı. Tabii bu İran'ın askeri açıdan son derece güçlendiren bir hadise. Bakın şimdi Rusya İran'la askeri işbirliğine giriyor. Suriye'de teröristlere büyük darbeler indirerek büyük nüfus kazanıyor. Bu demektir ki yakın doğuda, o Blizny Vostok diyorsunuz. Yakın Şərq. Yakın Şark'ta Rusya'nın nüfuzu artıyor. Ne yapmak lazımdı? Bu Rusya'nın artan nüfuzuna mani olmak. Nüfuzunun artmasına, darbe indirmek. Bu işte bu uçak mesela hadisesiyle bu darbeyi indirmiş oldular. Yalnız burada bir mesele var. Eğer Rusya
Türklere mukabele etmezse, yani karşılık vermezse dünyada nüfuzunu kaybeder. Yakın Şark'ta da nüfuzunu kaybeder. Dostlarını da kaybetme hududunda gelir durur. Mutlaka Rusya'nın bu büyük devlet olduğunu ispat etmesi için Türkiye'ye mukabelede bulunması şarttır. Sanırım bunu da pek yakında, kısa bir zaman sonra, birkaç günden göreceğiz. Aydın məsələdir ki, Rusiyanın heç ehtiyacı yoxdur ispat eləmək ki, o süper güc dövləti. Bu aydın məsələdir. Bir də ki, bir uçağın, yəni deyək ki, qırıcının vurulması, bu o demək deyil ki, müharibədir. Yəni müharibə gedir. Yəni bu bütün bu terroristlərlə gedən müharibədə tələfat da olmalıdır. İndiyəcən hərçənd ki, olmamışdı. Biz inanırdıq ki, olmayacaq. Amma çox əfsus ki, bu baş verdi. Əlbəttə biz həm Rusiya dövlətinə, həm o ölənlərin ailələrinə başsağlığı veririk. Yəni bu itki, bu insanlar başqa insanları bu terroristlərdən xilas etmək yolunda şəhid oldular, öldülər və onları vəhşicəsinə biz gördük ki, onları güllələyiblər. Bu əlbəttə qan yerdə qalmayacaq, amma onların gördüyü iş haqq işidir. Bu haqq işinə Allah da özü azı haqdır, bu Allah da haqqın tərəfindədir. Amma necə deyirlər, haqq üzülər, nəzilər üzülməz. Sizin fikrinizcə bu axırıncı sualına istəyirəm ki, sizinlə ustad fikrinizi söyləyəsiniz. Əlbəttə biz onu soruşmuruq ki, Rusiya indi Türkiyəyə qarşı nələr edəcək. Bəzi şeyləri biz gördük. Yəni Xarici İşlər Nazirliyi əmr verdi, yəni orada bəyanat verdi Sergey Lavrov. Yəni Türkiyə ilə bəzi şeyləri dondurma səviyyəsinə gəliblər. İndi sizin fikrinizcə Rusiya əlbəttə biraz da orada Suriye'de olan bu gücünü gücləndirəcək və bu işlərin məcrası, yəni Türkiyə bundan yenə də başlayacaq, yəni öz mövqeyini belə göstərməyə, yəni bəzi belə mənəviyyətsiz hərəkətləməyə, yoxsa bu Türkiyə üçün dərs olacaq sürətdə Rusiyanın ona, yəni onu yerində oturdura biləcək, yəni bir əməl edəcək. Sizin fikrinizce nedir? Onu herhalde zaman gösterir ama Türklerin tabii aynı şeyi tekrarlayacağını sanmıyorum. Çünkü biraz önce hani söyledim ya, beyanat yaparken Davutoğlu çok endişeliydi. Cumhurbaşkanı Erdoğan da biz endişeliyiz dedi. Yani kendi ağzıyla söyledi bu o hadiseden dolayı. Belki de Amerikalıların kurbanı olmuşlardır Türkler. Ancak eğer Ruslar mukabele etmezse, çünkü Türkler Rus uçağını IŞİD için vurdular. Bu Türkiye'ye mukabele etmezse, karşılık vermezse bu IŞİD canileri tamamen kudurur. Daha vahşi faaliyetlerde bulunurlar. Hani Rusların mukabelesi yalnız dünyadaki nüfuzu, bölgedeki yakın şarttaki nüfuzu için değil. Bu IŞİD çetelerine haddini bildirmek için de gereklidir. Bundan sonra eğer Rus uçaklarının IŞİD çetelerine yaptığı hücumlar aynen devam edecek olursa, demek ki Rusya'nın politikasında, Suriye siyasetinde herhangi bir değişiklik yok. Eğer devam etmeyecek olursa, o halde de mecburen ister istemez ben Amerika'yla anlaştıklarını düşünmek zorunda kalırım, mecburiyetinde kalırım. Ümit ederiz ki aynen olduğu gibi devam eder. Aksi takdirde eğer Suriye'de huzur sağlanmazsa yakın şarkta ve bölgemizde huzur sağlanamaz. Anahtar ülke, kilit ülke Suriye. Suriye'de mutlaka huzur sağlanmaz. Suriye'de olan bütün nəticələr, yəni müsbət nəticələr bütün dünya üçün, yaxın şəhər üçün, region üçün və hatta Paris üçün də. Bəli, Rusiya üçün çox önəmli bir məsələdir. Heç vaxt inanmıram ki, Rusiya bu işdə bir addım yox, heç olmasa bir qarış da geri getsin. Və biz elə bilərik, əlbəttə siz dediyiniz kimi o fikir, mən ona inanmıram. İnanıram ki, inşallah Rusiya öz
ağıllı rəhbərliyi ilə bu işdə qalibdir. Bu haqq işdə qalibdir. Ustad çox sağ olun. İnşallah öyle olur. Siz bizim suallarımızı cevaplandırdınız. İnşallah gelen verişlerimizle sizi Ama gösteririz. hadisenin teferruatı önümüzdeki günlerde ancak belli olur. Daha çok yeni. Dün sabah oldu. Bir gün bile aradan geçmedi. Hadise de çok büyük. Sadece yakın şark memleketlerini değil, tüm dünyayı, dünyadaki süper devletleri alakadar eden hadisedir. Bunun için birkaç gün daha beklememiz lazım. Doğru görüş bildirebilmemiz için. Siz de sağ olun. Sağ olun. Ne yakın komşu olduk bu dünyada, ayrı ayrı doğulduk bu dünyada. Ahır gelip bir olduk bu dünyada. Ey hayat sen ne garibesin. Sana kimi baktın bana, sen gün kimi baktın bana. Gözlerinin arasına güldü ömrüm baktı bana. Aylar keçirirler keçir aklım olur. Yadlar gelir doğma olur yakın olur. Məhəbbətlə ötən ömür nağıl olur. Ey həyat sen ne garibesin. Ey hayat sen ne garibesin. Bu yılgarı yaşattı canımızda. Gençlik eşki kaynadı kanımızda. Doğum oldu atamız anamızda. Ey hayat sen ne garibesin. Sana kimi baktın bana, sen gün kimi baktın bana. Gözlerinin arasına güldü ömrüm baktı bana. Aylar geçirler geçir aklım olur. Yadlar gelir doğma olur yakın olur. Məhəbbətlə ötən ömür nağıl olur. Ey hayat sen ne garibesin. Ey hayat sen ne garibesin. Sana kimi baktın bana, sen gün kimi baktın bana. Gözlerinin arasına güldü ömrümün baktı bana. Aylar geçirler geçir akın olur. Yadlar gelir doğma olur yakın olur. Məhəbbətlə ötən ömür nağıl olur. Ey hayat sen ne garibesin. Ey hayat sen ne garibesin. La 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 la. La 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 la. La 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 la. Ey hayat sen ne garibesin. Ey hayat sen ne garibesin. La 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 la. La 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 la. La 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 la. Ey hayat sen ne garibesin. La 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 la.